Bugün 8-2-ci ay 2026-cı il 10-cu sinif blok imtahanı ədəbiyyat suallarının izahına baxırıq. Uyğunsuzluğu tapın. Uyğunsuzluq C variantında sayacı sözlər, əkinçilik və qoyunçuluqla bağlı olur, fikri yanlışdır. Burada əkinçilik sözü sayacı sözlərə uyğun olmadığına görə cavabımız C variantı. 62-ci sual. Kitab Dədə Qorqud eposu ilə bağlı doğru fikirdir. Epos yarandığı vaxtdan etibarən yazıya alınmışdır, yanlış. Hər bir boy ayrı sujetlərdən ibarətdir və onları heç nə bağlamır, yanlış. Oğuz elinin başçısı Qazan xandır, yanlış, Bayandır xan olacaqdır. Bir müqəddimə 12 boydan ibarətdir, fikri isə doğrudur. 63-cü sual, səbəb nəticə cədvəlinə uyğunluğu müəyyən edin. A variantı testimizin doğru cavabıdır. Leyli hüquqsuz olduğunu dərk edir. Məcnun olan eşqini heç kimə demir. Yalnız ölüm yatağında olarkən öz eşqini anasına açır. Ona görə də cavabımız olacaq A variantı. 64. Həmzənin qıratı qaçırması qolunda qıratı qaçırmaq təklifini kim irəli sürür? Təbii ki, burada cavabımız olacaq Mehtər Murtuz, B variantı. 65-ci sual bizdən uyğunluq istəyir. Nizami Gəncəviyə aid doğru fikir, Xətaiyə aid yanlış fikir. Yalnız lirik növdə yazmışdır, yanlış. Nəzmlə yazmışdır, doğru. 2 olacaq uyğun variant. Yalnız əruz vəznində yazmışdır, yanlış. Bildiyimiz kimi Xətai heca vəznində də yazmışdır və yanlış fikir istədiyinə görə B variantı olacaq testimizin doğru cavabı. 66-cı sual. Nizami Gəncəvinin İskəndərnamə əsərində aid doğru fikirləri müəyyən edin. Burada C variantı uyğun cavabdır. Zəncilərin qoşununun çoxluğu İskəndəri qorxuya salır. Bəli, müəllif qorxusuz insanın olmadığını vurğulayır və zəncilərin qoşunundan İskəndərin qorxduğunu deyir. Füzulini mən candan usandırdı ya aid yanlış uyğunluğu müəyyən etməliyik. Burada fikir verməliyik ki, yanlışın qarşısına yanlış və ya doğrunun qarşısına doğru olan cavabları seçəcəyik. Lirik növdə qəzəl janrında yazılmışdır, yanlış olduğuna görə bir ər getdi. Mövzu məhəbbətdir, doğru. Doğruya doğru dediyimiz üçün 2 uyğun cavabdır. Aşiq eşqindən bezsə də dilə gətirmir, yanlış fikir olduğuna görə, yanlış deyildiyinə görə doğru olacaq cavabımız. Əksər beytlərdə yaracanana münasibət bəli, vəhdətdə verilir. Hətta Füzulinin bütün qəzəllərində bunu demək olar ki, görə bilirik. Yanlış dediyinə görə doğru olmayacaq. Əsər ilk misraya uyğun adlandırılmışdır, fikri isə doğru olacaq. Cavabımız olacaq 2, 3, 5 A variantı. Leylinin anasının hər şeydən xəbər tutması, Leylini məktəbdən çıxarması sujetin hansı mərhələsini təşkil edir? Təbii ki, bu hadisədən sonra hadisələr daha da düyünlənir və burada olacaq cavabımız Zavyaska mərhələsini əhatə edir. Sultan Səncər və Qarı hekayəsinin forma xüsusiyyətlərinə aid doğru fikir. Təbii ki, burada məzmuna aid doğru fikirlər ola bilər, amma biz onları doğru cavab kimi götürməyəcəyik. Formasına aid doğru fikrə nəzər salaq. Əruz vəznində məsnəvi şəklində yazılması olacaq bizim doğru cavabımız. Vaqifin heyf ki yoxdur qoşmasına aid yanlış fikir. Tərənnüm əsasında yazılıb fikir yanlışdır. İctimai əsərlərdə ictimai mövzunu əhatə edirsə, bu zaman tərənnüm olmayacaq. Xan Sarayı əfsanəsinə aid doğru fikri seçin. Burada usta xanın peşman olduğu məqama rast gəlirik. Bəli, usta xana cavab qaytarır və xan düşünür ki, onun öncə dilini kəsməli idi. Cavabımız olacaq B variantı. Koroğluda Həmzənin qıratı qaçırması qolunda hansı hadisələr daha tez baş vermişdi? Təbii ki, Koroğlunun dəyirmanda Həmzəni axtarması digər hadisələrdən əvvəl baş verən hadisəyə aiddir. 73-cü suala baxırıq. Boyun sürahidir bədənin billur, gərdanın çəkilmiş minadan pəri, sən ha bir sonasan cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Qafiyə quruluşuna nəzər salsaq görərik ki, qoşmanın ilk bəndidir, qoşmanın orta bəndi olması isə bu yanlış fikir olduğuna görə testimizin doğru cavabı olacaq. Kitab Dədə Qorqud dastanı Salur Qazan evinin yağmalandığı boyda elə bir hadisə yoxdur. Uruzun atının oxlanıb özünün isə əsir düşməsi Uruzun dustaq olduğu boya aid fikir olacaq. Ona görə cavabımız olacaq Y variantı. Sərvin yenə tutdu damənin su, sərv üstə oxudu faxta qoqu. Burada biz açılışı istəyirik. Beytin açılışı nədir? Cavab olacaq B variantı. Sərv ağacının ətəyi sudadır və qumrular sərvin üzərində mahnılarını oxuyurlar. Fikri olacaq doğru cavabımız. 76-cı sual, dəsmalı verbal dinməz. Hər ikisi üçün ortaq cəhət sayıla bilər. Təbii ki, biz dramatik növə aid fikir axtarırıq. Dramatik növə aid fikirlər içərisində isə göstərmə əsasdır olan fikir, yəni C variantı doğru cavabımızdır.
Uruz və Eyvaz üçün ortaq sayıla bilməz. İgid obraz kimi təqdim olunmaları ortaq fikirdir. Hər ikisi Oğuz elinin, biri Oğuz elinin, digəri isə Çənlibel igididir. Buna görə birinci fikir yanlışdır. Düşmənin əlinə keçirlər, hər ikisi keçir. Ova getmək üçün izin istəyir Eyvaz. Dastanın hadisələrin əsas iştirakçılarıdır. Hər ikisi əsas iştirakçı olduğu boylara və ya qollara rast gəlirik. Düşməndən aman istəyir. Bu isə Uruz. Cavabımız olacaq E variantı. Sığmazam, Nəsimi və Füzulinin söz qəzəli ilə bağlı uyğunluq və diaqramına əsasən uyğunluğu müəyyən etməliyik. Lirik növdədir, bu fikir ortaya yazılmalı olduğuna görə yanlış fikirdir. Rəcəz bəhrindədir, 2 doğru. Özünə müraciət var, özünə müraciət olması doğru fikirdir. Həzəc bəhrində deyil, Rəməl bəhrindədir. Qafiyə quruluşu AA, BA, CA şəklində olması da olacaq doğru cavab. Təriqət şeirlərindən olması isə Sığmazama aid fikirdir. Deməli cavabımız olacaq 2, 3 və 5. 2, 3 və 5 B variantı doğru cavabımız olacaq. Kitab Dədə Qorqud dastanındakı hansı obraza aid fikir yoxdur? Gördüyü yuxu qardaş tərəfindən yozulur Qazanxan. 300 kafirlə öldürülür, 3 yerdən yaralanır Qaraca Çoban. Qardaşının qisasını almaq üçün atasının sözünü yerə salıb düşmən üzərinə gedir Basat. Boyların birində düşmən bayrağını qılınçlayır. Bu da olacaq Qara Günə. Uruza aid fikir yoxdur. Pəri qoşması ilə bağlı səhv fikir. Burada əhalinin acınacaqlı həyatı toxunulmamışdı. Ona görə də D variantı doğru fikir olacaq. Həcm etibarilə böyük, yalnız nəsrlə yazılan böyük hekayə də adlandırılan janrı axtarırıq və bu janr povest janrı olacaq. 81-ci sual. Nümunədə işlədilən bədii ifadə vasitələrini axtarırıq. Mənim bu dünyada xoşbəxt olmağa görən haqqım varmı? Yəqin ki, yoxdur. Bir gün bu dünyadan qaçıb uzağa, deyərəm ilahi, dünya soyuqdur. Burada sualımızın cavabı içərisində verildiyinə görə burada bədii sual yoxdur. Cavabımız olacaq təzad və inversiya. Yalnız ifaçı aşıqlar sırasında verilə bilməz. Bura nəzər salsaq biz yalnız ifaçı olmayan aşıqları, yəni həm yaradıcı, həm də ifaçı aşıqları axtarırıq. Aşıq Ələsgər, daha doğrusu Kamandar və Saraçlı çıxacaq. Aşıq Ələsgər, Aşıq Əmrah və Aşıq Hüseyin Cavad olacaq testimizin doğru cavabı. Aşıq Əmrah yox, Aşıq Ələsgər və Aşıq Hüseyin Cavad. Yəni 1 cavan, yəni 1 və 4. Yalnız nəsrlə yazılır. Hekayə nəsr və nəzmlə yazılacaq. Povest nəsrlə yazılır yalnız. Dram əsərlərinin remarkası da nəsrlə yazılacaq. Roman mənzumda ola bilər. Atalar sözü nəsr və nəzmlə yazıla bilər. Cavabımız olacaq 2 və 3. Yalnız lirik növə aid xüsusiyyətdir. Biz yalnız lirik növə aid xüsusiyyətlərin içərisində nəzmlə yazılmağı götürə bilmərik. Çünki epik və dramatik əsərlər də nəzmlə yazıla bilər. Tərənnüm əsasında yazılması lirikə aiddir. Təsvir və təhkiyə əsasında yazılması yox. Obyektiv-subyektiv münasibət də lirik növə aid fikirdir. Cavabımız olacaq 2 və 4. Qəzəl janrında qəzələ aid yanlış, məsnəviyə aid doğru fikirlər istəyir. İlk beyti həm qafiyədir hər ikisində, beytlər şəklində olur hər ikisi. Həm şeir şəkli, həm şeir janrıdır məsnəvi. Bütün beytlər həm qafiyədir məsnəvi. İlk beyti, məktəb beyti adları isə qəzəl. Deməli cavabımız olacaq 3 və 4. Uyğunluğu müəyyən etməliyik. Koroğlu və Gizroğlu Mustafa bəy atası xodkarın üzünə ağ olduğu üçün dar ağacından asılmışdır. Gizroğlu Mustafa bəyin özünü yanşaq kimi təqdim eləyir Koroğlu. Muradbəyli tərəfdən olduğunu mal almağa gəldiyini deyir Koroğlu. 40 atlı ilə dağlara çəkilir Gizroğlu Mustafa bəy. Kim ona birinci salam versə 100 qızıl verir. Bu da Koroğluya aid fikirdir. Açıq suallarımıza fikir verək. Yəni açıq suallarda 88 və 90-cı suallar bizim janrımız burada lətifədir və lətifəyə uyğun cavablar doğru olacaq. Cahargah əfsanəsindəki alim obrazından fərqli olaraq buradakı alim ağıllı değildi, uzaq görən değildi, müdrik değildi, fikirləri öz əksini tapa bilər. Janrdan doğan yeni bir janr təbii ki olacaq məsəl və məsələ aid, məsəlin yazıldığı, aid olduğu növə aid, ədəbi növə aid, yəni doğru fikirlər yazan zaman isə biz epik növə aid fikirləri doğru hesab edəcəyik.